Əziz dostlar, bildiyimiz kimi artıq süni intellekt bizim illərlə vaxt sərf edib ixtisaslaşdığımız sahələrdə bizi əvəz etməyə başlayıb. Eyni zamanda kiçik biznes sahibləri qlobal oyuncularla rəqabət aparmaqda çətinlik çəkir. Məsələn, Temu, Trendyol, Amazon artıq bütün məhsulları sizin qapınıza belə çatdıra bilir. Belə olan halda böyük bir sual yaranır. Kapitalist sistemdə yaradılan sərvət necə və kiminlə paylaşılacaq və yaxud da bölüşdürüləcək? Bu sualın cavabını bir çox mütəxəssislər müzakirə edir. Əziz izləyicilər, əslində bu sualın cavabı maliyyə bazarlarındadır. Siz inkişaf etmiş qərb dövlətlərinə, xüsusilə Amerikaya baxsanız, əslində kapitalist sistemdə yaradılan sərvət maliyyə bazarları vasitəsilə paylanılır. Misal üçün, siz Apple texnologiyasından heç bir şey bilməyə bilərsiniz. Lakin siz Apple səhmini almaqla oradan gəlir əldə edə bilərsiniz. Və yaxud Nvidia şirkətinin məhsullarının arxasındakı mürəkkəb elmi araşdırmalardan xəbərdar olmaya bilərsiniz. Lakin siz Nvidia şirkətinin səhmlərini almaqla o sektorda yaradılan sərvətdən pay sahibi ola bilərsiniz. Ümumiyyətlə artıq süni intellektin bütün sahələrə sirayət etdiyi və həmçinin pulun digitallaşdığı bir dünyada maliyyə bazarının bir parçası olmaq qaçınılmaz olacaq. Əgər siz maliyyə bazarlarında ticarətə başlamaq, investisiya sahəsində ilk addımlarınızı atmaq istəyirsinizsə, Azfinlab olaraq biz sizə tamamilə fərqli və effektiv bilişləri təqdim edirik. Azfinlabın təlimlərinə qoşulun və maliyyə bazarlarına baxışınız dəyişsin.